Balımız deməli birbaşa Altaydan gəlir mənə, konteynerlərdə gəlir. Sonra mən gözəl şəkildə onları qablaşdırıram və bu cür etiketləyirəm. Deməli balımızın adı tünd rəngli çöl çiçəkləri. Yəni Altayda bitən, çöldə bitən tünd rəngli və ya dağda bitən tünd rəngli çiçəklərdən toplanmış baldır, nektardır. Balımızın təmizliyinə tam zəmanət verirəm. Belə ki, balımız 6 ay sınağı mərkəzində laboratoriyasına yoxlanılır və əlhamdülillah bütün nəticələr uyğundur və ələxüsus diazsazı, yəni balın keyfiyyət göstəricisi 40-dan çoxdur. Deməli, balımız hansı bitkilərdən toplanır, tez-tez sual verirlər. Sarı yoncadır, donik deyirlər, qaragöz otudur, yaban kəklik otudur, ada çayıdır, çoban yastığı, bildiyimiz ramaşka, kiprey və ya ivançay, çöldə bitən qaracirə, çörək otu, yonca, yabani itburnu çiçəyi, qaragilə çiçəyi, çöl gülü və ya yabani moruq çiçəyi, andız otu və digər bitkilərdir. Hansı ki, tünd rəngli bitkilərdir və o səbəbdən də balımız bu cür tünd rənglidir. Ələxüsus balımız dəmir çatışmazlığı olan, yəni qan problemi olan müştərilərimiz üçün daha ideal bir baldır. Buyurun, siz də bu gözəl balımızdan həm faydalanın, həm də balımız səhər yeməkləri üçün, desertlər üçün idealdır. Belə ki, balımız axıb tökülmür.